Qoç bürcü, razılığa mane ola biləcək ciddi fikir ayrılıqlarından qorxmadan vacib məsələləri müzakirə edə bilərsiniz. Əvvəllər üz-üzə görüşmədiyiniz insanlarla yola gedə biləcəksiniz. Çünki bir-birinizin fikirlərini dinləməyə və onların baxışlarını nəzərə almağa hazır olacaqsınız. Əvvəllər sırf rəsmi olan münasibətlər daha səmimi və qeyri-rəsmi hala gələ bilər. Qoç bürcündən olan və təhsili ilə məşğul olanlar üçün çox əlverişli gün olacaq. Bu bürcün nümayəndələri bir çox şeyi tez qavrayacaq və lazım olan hər şeyi əzbərləyəcəklər. Sonradan tətbiq edə biləcəyiniz əla ideyalar yarana bilər. Yaradıcı həllər asanlıqla tapılacaq. Şəxsi münasibətlər ahəngdar şəkildə inkişaf edəcək. Gün dostlarla görüşlər, ailə tədbirləri və romantik görüşlər üçün əlverişlidir. Qoçlar qısa səfərlər etsələr, gözəl vaxt keçirəcəklər. Mənzərə dəyişikliyi və yeni təcrübələr sizə enerji verəcək. Buğa bürcü, bir çox şey yaxşı olacaq və çox vaxt məqsədlərinizə çatmaq üçün az səy göstərməli olacaqsınız. Bugün şübhəsiz ki, buğa üçün bir fürsət olacaq. Çünki onlar bəzi iri miqyaslı layihələri öz üzərinə götürəcək və ya uzun müddətdir ki, qarşıda duran məqsədə doğru işləməyə başlayacaqlar. Gözləmədiyiniz insanlardan gözlənilməz kömək gəlməsi mümkündür. Maraqlıdır ki, yeni müttəfiqlər sizə birdən çox dəfə kömək edəcəklər və onlarla münasibətlər tezliklə xüsusilə isti və etibarlı olacaq. Gün sövdələşmələr üçün əlverişlidir. Maliyyə məsələlərində lazımsız risklərdən qaçmağa çalışacaqsınız və şansa güvənməyəcəksiniz. Kiminsə sizi yanıltması və ya çaşdırması ehtimalı azdır. Yeni mənbələrdən kiçik pul daxil olmaları ehtimal olunur. Dostlar, ailə üzvləri və yaxınlarınızla ünsiyyət xoş olacaq. Bugün sevdiklərinizin dəstəyinə və anlayışına güvənə bilərsiniz. Bəzi buğalar gizlicə gözlədikləri etiraflar və ya təkliflər eşidəcəklər. Əkizlər bürcü, ciddi çətinliklərdən qaçınmaq ehtimalınız az olsa da, ümumilikdə gün yaxşı keçəcək. İntuisiyanız bütün suallarınıza tez bir zamanda cavab tapmağa və başqalarını çaşdıran problemlərin öhdəsindən gəlməyə kömək edəcək. Vəziyyətdən asılı olmayaraq, öz yolunuzla hərəkət etməyə üstünlük verəcəksiniz və bu yanaşma çox təsirli olacaq. Öz ideyalarınızı həyata keçirməklə başqasının göstərişlərinə əməl etməkdən daha çox uğur qazanacaqsınız. Günün başlanğıcı olduqca gərgin ola bilər, amma işlər tədricən sabitləşəcək. Nahardan sonra diqqət və konsentrasiya tələb edən işlər üçün əlverişli zamandır. Vacib detalları başqalarından əvvəl fərq edəcəksiniz, ona görə də heç bir səhv etməyəcəksiniz. Yaxınlarınızla ortaq planları müzakirə etmək və birgə hərəkətlər barədə razılığa gəlmək üçün fürsət yaranacaq. Sevdiyiniz insanla fikir ayrılıqları yaranarsa, tez bir zamanda güzəştə getmək olar. Romantik münasibətləri pozan köhnə şikayətlər isə asanlıqla unudula bilər. Xərçəng bürcü, əgər israrlı və ardıcıl olsanız, bir çox işi böyük uğurla yerinə yetirə bilərsiniz. Planlarınızı və prioritetlərinizi mümkün qədər tez müəyyənləşdirməyə çalışın. Bu, əhəmiyyətli məsələlərə diqqətinizi yayındırmamağınızın qarşısını alacaq və çoxlu enerjiyə qənaət edəcək. Unutmayın ki, bugün bir çox qərarı tək başına verməli olacaqsınız və başqaları ilə məsləhətləşmək ehtimalı azdır. Bu barədə çox narahat olmayın, çünki intuisiyanız sizi ən yaxşı hərəkət istiqamətinə yönəldəcək. Mənzərənin dəyişməsi faydalı olardı. Qısa bir səfərə və ya qeyri-adi bir tədbirə dəvət olunsanız, imtina etməyin. Çoxlu maraqlı təcrübələr qazanmaq şansınız olacaq. Və çox güman ki, xoş tanışlıqlar qazanacaqsınız. Onlardan biri uzun müddətli bir dostluğun başlanğıcı ola bilər. Pulla ehtiyatlı olmalısınız. Kiçik alış-verişlər yaxşıdır, amma nə vaxt dayanacağınızı bilmək vacibdir. Əslində ehtiyacınız olmayan şeyləri almağa meyillisiniz. Kredit götürmək və ya hər hansı maliyyə öhdəlikləri götürmək məsləhət deyil. Şir bürcü,
Günün ilk yarısında ehtiyatlı olmalı ve daha diqqətli olmalısınız. Bu, əlverişli zamandır. Lakin kiçik bir səhv xoşagəlməz nəticələrə səbəb ola bilər. Şirlər üçün bunu yadda saxlamaq xüsusilə vacibdir. Çünki onlar maliyyə məsələləri ilə məşğul olacaqlar. Bu nümayəndələrin etdiyi hər hansı bir səhv baha başa gələ bilər. Daha sonra xoş sürprizlər və xoş xəbərlər dövrü gələcək. Köhnə dostlarınızı görə və bir vaxtlar əziz tutduğunuz əlaqələri yeniləyə bilərsiniz. Sizi bilmədən incidən biri ünsiyyət qurmaq, üzr istəmək və barışmaq üçün təşəbbüs göstərə bilər. Onlarla səmimi söhbət, anlaşılmazlıqların və gələcəkdə xoşagəlməz vəziyyətin təkrarlanmasının qarşısını almağa kömək edəcək. Axşam romantik görüş üçün idealdır. Bu, xüsusilə uzun müddətli birlikdə olan cütlüklər üçün xoş olacaq. Hissləri yenidən alovlandırmaq, bir müddət gündəlik işlərdən uzaqlaşmaq və sizi ilk dəfə nəyin bir araya gətirdiyini xatırlamaq üçün bir fürsət olacaq. Qız bürcü. Günün ilk yarısı tək başına həll edə biləcəyiniz işlər üçün uyğundur. Kömək tapmaq çətin olacaq. Ona görə də onlara ehtiyac duymayan şeylərə diqqət yetirmək daha yaxşıdır. Bəzi əla ideyalar ortaya çıxara və onları dərhal həyata keçirə bilərsiniz. Bəzi qız bürcləri isə keçmiş səhvlərini düzəltmək və bununla da özləri və yaxınları üçün həyatı əhəmiyyətli dərəcədə asanlaşdırmaq imkanı əldə edəcəklər. Ünsiyyət çətinlikləri bu xoş vaxtı poza bilər. Əvvəllər sizi mükəmməl başa düşənlərlə belə yola getmək çətin olacaq. Lakin çox tezliklə müsbət tendensiyaların təsiri artacaq və gərginlik azalacaq. Keçmişdəki fikir ayrılıqlarını həll edə, bəzi ciddi məsələlərdə və ortaq planlarda razılığa gələ biləcəksiniz. Günün ikinci yarısı istirahət tədbirlərində iştirak edəcək qız bürcləri üçün xoş keçəcək. Qeyri-adi tanışlıqlar və maraqlı insanlarla görüşlər ehtimal olunur. Həm dostluqların, həm də romantik münasibətlərin başlanğıcı mümkündür. Özünüzə qulluq etmək üçün bəzi sağlamlıq və profilaktik tədbirlər görmək faydalı olardı. Son vaxtlar bəzi pis vərdişlərdən imtina etməyin vaxtı olub-olmadığını düşünürsünüzsə, bunu indi edə bilərsiniz. Tərəzi bürcü. Səhər işlərinizi qaydasına sala və bəzi təşkilati məsələləri həll edə biləcəksiniz. Yaxınlarınızın kömək etməsi mümkündür. Amma nə edilməli olduğunu ətraflı izah etməyə hazır olun. Ümumilikdə, günün ilk yarısı ünsiyyət üçün əlverişli olacaq. Bir çox tərəzilər əvvəllər o qədər də dost olmayan və əməkdaşlıq etmək istəməyənlərlə belə yola gedə biləcəklərini görəcəklər. Günortadan sonra daha çətin ola bilər. Birincisi, bu zaman bədbəxt hadisələrin, bədbəxt təsadüflərin və kiçik itkilərin ehtimalı xeyli yüksək olacaq. Ciddi problemlərin yaranması ehtimalı azdır, amma əhvalınız müvəqqəti olaraq pisləşə bilər. İkincisi, yaxınlarınızla fikir ayrılıqları yarana bilər və ortaq planlar barədə razılığa gəlmək xeyli çətinləşəcək. Özünüzü həddindən artıq yormayın. Bugün həmişəkindən bir qədər az enerjiniz olacaq. Ona görə də sakit istirahət üçün daha çox vaxt ayırmaq yaxşıdır. Bu axşam əyləncəli bir tədbirdə iştirak etməyi planlaşdırırsınızsa, çox gecikməyin. Əqrəb bürcü. Günün əvvəli çox gərgin olacaq. Cəmi bir neçə saat ərzində çoxlu iş görmək, köhnə ideyanızı həyata keçirmək və yeni planlar həyata keçirməyə başlamaq üçün vaxtınız olacaq. Gözlənilməz təkliflər mümkündür. İntuisiyanıza qulaq asın. O sizə qəbul edib etməməyinizi deyəcək və onlar haqqında çox düşünməyəcəksiniz. Əgər hər hansı ciddi işi həll etməlisinizsə, onları erkən həll edin. Müsbət tendensiyaların təsiri zamanla azalacaq və günortadan sonra gözlədiyinizdən daha stresli ola bilər. Günortadan sonra münasibətlərinizdə daha ehtiyatlı olun. Ciddi öhdəliklər götürməkdən çəkinin və mümkün olduqda çətin məsələləri müzakirə etməkdən çəkinin. Narahatlıqlarınızdan müvəqqəti olaraq fasilə götürmək və mənzərənin dəyişməsindən zövq almaq imkanınız varsa, bunu etməyə dəyər.
Bir çox əqrəb, köhnə dostlar və ya digər eyni düşüncəli insanlarla görüşməkdən zövq alacaq. Maliyyə baxımından ən yaxşı gün deyil. Planlaşdırılmamış xərclərdən qaçınmağa çalışın. Kreditlə alış-veriş etmək məsləhət deyil. Oğatan bürcü. Gün xüsusilə asan görünməyəcək, amma çox maraqlı olacaq. Uzun müddətdir həyəcanlı və ümidverici görünən fəaliyyətlərə diqqət yetirmək imkanınız olacaq. Sizə kömək etməyə və dəstək olmağa hazır olan insanlar yaxınlıqda olacaqlar. Bəzi oxatanlar yeni tanışlarla əməkdaşlıq etməyə razı olacaqlar. Bu, uzun müddətli dostluğun və ya canlı romantik münasibətlərin başlanğıcı ola bilər. Gün ərzində kiçik çətinliklər yarana bilər. Evdən uzaqda olan oxatanlar digərlərinə nisbətən problemlərlə daha çox qarşılaşacaqlar. Xoşagəlməz təsadüflər, uğursuz hadisələr və utandırıcı səhvlər ehtimal olunur. Planlaşdırılmamış, potensial olaraq əhəmiyyətli xərclər də mümkündür. Bununla belə, işlər plan üzrə getməsə belə, nikbin qalacaqsınız. Özünə inam və sonsuz enerji istənilən maneəni dəf etməyə kömək edəcək. Bəli, çox çalışmalı olacaqsınız. Bəs bu sizi nə vaxt qorxudub? Oğlaq bürcü. Gün ünsiyyət üçün çox əlverişli olacaq. Xoş tanışlıqlar sizi əla məsləhət verəcək və ya maraqlı fikirlər ilhamlandıracaq insanlarla görüşlər ehtimal olunur. Köhnə əlaqələri yenidən canlandırmaq və mübahisə etdiyiniz biri ilə barışmaq şansı olacaq. Hətta adətən soyuq və uzaq olan, təmasda olmaqdan çəkinən oğlaqlar belə bugün çox mehriban davranacaqlar və bu başqalarını sevindirəcək. Əvvəllər bu bürcün nümayəndələrini qiymətləndirməyənlər fikirlərini dəyişəcəklər. İntuisiyanız xüsusilə kəskin olacaq və bu sizə prioritetləri müəyyənləşdirməyə, dərhal vacib məsələlərə diqqət yetirməyə və xırda şeylərə vaxt itirməməyə imkan verəcək. Gəlirlərini artırmağın yollarını axtaranlar üçün əla fikirlər yaranacaq. Bəzi oğlaqlar öz bizneslərini qurmağı və bu istiqamətdə ilk addımları atmağı düşünəcəklər. İstər müəyyən bir məqsədlə, istərsə də sadəcə mənzərəni dəyişdirib əylənmək üçün səyahətə çıxsanız, səyahət yaxşı keçəcək. Dolça bürcü. Gün kifayət qədər sakit keçəcək. Heç bir təəccüblü qələbə qazana və ya iddialı planlarınızı həyata keçirə bilməyəcəyiniz ehtimalı azdır. Bununla belə, müsbət tendensiyaların təsiri olduqca güclü olacaq. İşlərinizi qaydasına sala, bəzi təşkilati məsələləri həll edə və əvvəllər başladığınız işi bitirə biləcəksiniz. İnsanlar kömək etmək üçün ətrafınızda olacaq. Onlardan 2 dəfə soruşmaq məcburiyyətində qalmayacaqsınız. Dostlarıyla görüşmək və ya əyləncəli fəaliyyətlərdən zövq almaq üçün çölə çıxacaq gənc dolça bürcləri üçün yaxşı gün olacaq. Bu bürcün nümayəndələri gözəl vaxt keçirəcəklər. Yaşlı dolça bürcləri dincəlmək və güclərini bərpa etmək üçün tək qalmaq istəyə bilərlər. Şəxsi münasibətlərinizdə irəliləyişlər mümkündür. Lakin bunlar öz-özünə baş verməyəcək. Təşəbbüs göstərməlisiniz. İntuisiyanız sizə yol göstərəcək. Adi davranışınızı dəyişdirməkdən və ya vərdişlərinizdən yayınmaqdan qorxmayın. Bəlkə də məhz bu addım xəyalınızı gerçəkləşdirəcək. Balıqlar bürcü. Gün yaxşı keçəcək. Xüsusi bir şey planlaşdırmayan balıqlar üçün xoş bir dəyişiklik olacaq. Əla ideyalar ortaya çıxacaq və improvizasiyalar uğurlu olacaq. Xoş tanışlıqlar, eləcə də darıxdığınız insanlarla görüşlər mümkündür. Dostlarınız və ya ailənizlə vaxt keçirmək imkanı olacaq. Evdə bir şənlik təşkil etmək qərarına gəlsəniz, bu hər kəsin əhval-ruhiyyəsini qaldıracaq. Günün ortası məhsuldar işlər, eləcə də çətin məsələlərin həlli üçün əlverişlidir. Düzdür, heç kim sizə kömək etməyəcək. Amma bu problem deyil, çünki işləri tək başına həll edə bilərsiniz. Hətta adi işlərə belə yaradıcı yanaşmaq bacarığınız faydalı olacaq. Məqsədlərinizə gedən öz yolunuzu tapacaqsınız və bu sizə çox vaxt və enerji qazandıracaq. Həddindən artıq gərginlikdən çəkinməyə çalışın.
Bu gün özünüzə diqqət yetirməlisiniz. Xüsusən də son vaxtlar xəstələnmisinizsə və sağalmağa vaxtınız yoxdursa. Uzun səfərlər üçün ən yaxşı gün deyil, çünki onlar çox yorucu ola bilər.